Şirvanda bacı və qardaş bıçaqlanıb. Bakı sakininin rayona gedərək həyat yoldaşını və qaynını bıçaqladığı bildirilir. Mətbuat Xəzər xəbərə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Bakı sakini Şirvan şəhərinə gedərək əvvəlcə öz həyat yoldaşına, daha sonra qaynına ağır bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinir. Hadisə yataqxana binasının qarşısında qeydə alınıb. Aralarında yaranan mübahisə zamanında Bakı sakini Əli Əliyev həyat yoldaşı 45 yaşlı Könül Əliyevanı əlindən bıçaqla yaralayıb. Daha sonra hadisə yerinə gələn qaynı 41 yaşlı Ceyhun Əliyevə çiynindən ağır bıçaq xəsarəti yetirib. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Hadisədən sonra polis əməkdaşları əməliyyat keçirib. İstintaqın yekununda məsələyə hüquqi qiymət veriləcək. Hazırda araşdırmalar davam etdirilir.